Ötən il Azərbaycanda tikilən yaşayış evlərinin ümumi sahəsi 2 milyon 895,5 min kvadrat metr olub. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, yaşayış evlərinin tikintisinə yönəldilən investisiyaların ümumi məbləği isə 2 milyard 799 milyon 825,8 min manat təşkil edib. Açıqlanan məlumatlardan belə görünür ki, ötən il Azərbaycanda yaşayış evlərinin 1 kvadrat metrinin tikintisinə 967 manat sərf olunub. Qeyd edək ki, bu son illərdə qeydə alınan ən yüksək göstərici olub. Əvvəlki illə müqayisədə isə ötən il yaşayış evlərinin 1 kvadrat metrinin tikintisinə sərf olunan vəsait 82% və ya 437 manat artıb. Açıqlanan rəsmi məlumatdan belə görünür ki, 2019-cu ildə yaşayış evlərinin 1 kvadrat metrinin tikintisinə sərf olunan vəsait kəskin şəkildə aşağı düşüb. Belə ki, 2018-ci ildə yaşayış evlərinin 1 kvadrat metrinin tikintisinə 622 manat sərf olunduğu halda, 2019-cu ildə bu göstərici 140 manata enib. Cədvəldə son 10 ildə Azərbaycanda tikilən yaşayış evlərinin ümumi sahəsi, sərf olunan ümumi vəsait və yaşayış evlərinin 1 kvadrat metrinin tikintisinə sərf olunan vəsait göstərilib.